bilər ki, mən fikirlərimi, həyəcanımı istədiyim qədər ifadə edə bilməyim. Bu tədbirin mövzusu mənə bir başqa cür yaxındır. Mən həvəskar yazar olsam da, əsas peşəm ibtidai sinif müəllimidir. Və bildiyiniz kimi bizim də bu böyüyən nəsil patriot olsun deyə bir qısım zəhmətimiz var. Və heç vaxt düşünməzdim ki, 2001-ci ildə qəbul elədiyim dillərin sırasında, o şairlərin sırasında bu il dillərimi götürəndə uşaqlarıma həmin o dövrdən olan bir şairin haqqında həm şərəfli, həm də çox kədərli bir məlumat verməli olacaq. Çünki mənim də bir şairdim, bildiyiniz o 44 günlük müharibədə vəfat edən şəhidimiz Sonsuz Dmitri mənim şairdim olub. Onun haqqında mən həmişə, yəni çox hər bir müəllimin yaddaşında qalan maraqlı, gülməli hadisələr olur və heç bir müəllim, heç bir insan yəqin ki, istəməzdi ki, onun yaddaşında bir şairin haqqında belə bir hikayə olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və indi səsləndirmək istədiyim şeir deməzdim. Yəni, ürək sözlərimdir, yazdığım ürək sözlərimdir. Hər qarış torpağa addım atanda, gecələr sübutlar rahat yatanda, balamın əlindən hər gün tutanda bir dua səslənir mənim dilimdə. Tökdüyün bu qanun, ucalan ruhum, əbədi bir ömür qurban oldu. Bir ata-ananın ahı qarası, bir bacı qardaşın, ürək qarası, bir cavan gəlinin taley qazısı, yazılıb, bükülmüş qalan belində. Yazılıb, bükülmüş qalan belində. Sizin qarşınızdan baş əyirəm. Teşekkür ederim.